Bəzən valideynlər gəlir, 10 dənə universitet siyahısı verir ki, hə, müraciət edə, bilmirəm. Hansı bir ölkə olur olsun, hamısını O da verək. bir yanlış yanaşmadır, mən düşünürəm. İnsan getdiyi ölkəni də seçməlidir, araşdırmalıdır və İllər hara düşərik əslində belə. Bəli, mən ümumiyyətlə həyatı boyu elə insanları başa düşməmişəm. Mən özüm həmişə dilçi olmaq istəmişəm və mən 1-ci il, 2-ci il universitetə girdim və yüksək balanda baya kəsilmişdim. Mənə hamı dedi ki, 2-ci tura verirəm, tarixə düşərsən, nəyə düşərsən. Mən amma deyirdim ki, mən özümü dilçi olaraq görmək istəyirəm bu həyatda. Yəni mən ümumiyyətlə insanlar var, 7 il medusda oxuyur, tibb universitetinə girmək çox çətindir. Tibbi atır və gedir tamamilə başqa bir sektorda olur. Bəlkə də səhv deyirəm, bəlkə də buna görə insanlar məni qınaya bilər və bu günə belə bir tendensiya var ki, diplom şərt deyil, bacarıqlar önəmlidir. Okey, mən buna razıyam, amma baxır hansı sektorda. Amma bir də var ki, insan özünü karyera hədəfləmədiyi, görə bilmədiyi sahəyə niyə mən həyatımın 4-ünü həsr edim, amma bundan mən effekt götürməyim.